Herkese salam dostlar, kanalıma ve videoma hoş geldiniz. Bugün yeni bir videoyla karşınızdayım. Videoyu keçməmişdən və kanalda size olmaq üçün abunə ola bilərsiniz. Həmçinin bu videoları da izləyə bilərsiniz dostlar. Kanala çoxdan da video gəlmir dostlar. Bəzi səbəblərdən dolayı video çəkməyə vaxtım olmurdu. Lakin artıq düzenli olarak video çekmeye çalışacağım dostlar. Ve kanalımız artık dostlar 182 abone olup video baxanlardan maksimum şəkildə xahişim budur ki, əgər abunə deyilsinizsə abunə olun dostlar və videomu bəyənsəniz like atın ki kanal daha da böyüsün və 200 abunəni artıq keçək dostlar. Gəlin videoya keçək. Bugünkü videoda dostlar kriptovalyuta və səhm bazarı haqqında danışacağım. İlk olarak kriptovalyuta bazarı hakkında əsasən keçən həftəki 2-3 həftənin ümumi analiz haqqında danışacağım dostlar, videoyu çəkə bilmədiyim üçün. Ümumi bazar vəziyyətinə baxsaq dostlar, gördüyünüz kimi Bitcoin səviyyəsi 84.795 dollardır. Ümumi bazarın dəyəri isə 2,69 trilyon dollardır dostlar, kriptovalyuta bazarının dəyəri. Son həftələrdə bir çox hadisələr oldu dostlar. Əsasən Donald Trump'ın daha doğrusu gömrük rüsum tarifə dəyişiklikləri əsasən böyük rol oynadı iqtisadi vəziyyətdə, dünyanın iqtisadi vəziyyətində. Təbii pis rol oynadı dostlar. Lakin bunun niyə edildiyini dostlar, yəni sizə açıqlayım ilk öncə. Bunun səbəbi bu idi ki dostlar, Avropa ilə, Çin ilə və bir çox başqa ölkələrlə Amerikanın ticarət balansı mənfidə idi dostlar. Mənfi saldo ilə ticarət olunurdu. Ona görə bu mənfi ticarət balansını aradan qaldırmaq üçün ilk öncə gömrük rüsumları əlavə olundu ki, bir müddət büdcəyə pul daxil olsun dostlar. Çünki Amerika iqtisadiyyatı da hal-hazırda inflyasiya səviyyəsi biraz yüksəkdir dostlar, sabit deyil. Yəni azca yüksəkdir. Bu da pis təsir edir iqtisadiyyata. Həm bazara, daha doğrusu büdcəyə pul daxil olmasına görə, həm də ki Donald Trump istəyir ki dostlar, bir çox dövlətlərdə Avropa qitəsi ilə, Çin ilə və başqa dövlətlərdə iri iqtisadiyyatlarda gömrük rüsumu sıfır şəkildə ticarət aparılsın dostlar. Yəni hər iki tərəfdə gömrük rüsumunu sıfırlaşdırsın. Ona görə də Donald Trump bir biznesmen kimi ilk öncə özü addım atıb gömrük rüsumlarını artırdı ki qarşı tərəfi qorxuya salsın dostlar. Və sonradan isə hal-hazırda 100-dən çox dövlətlə danışıqlar aparılır ki dostlar, gömrük rüsumları qarşılıqlı şəkildə sıfıra salınsın. Çinlə düzdür vəziyyət daha gərgindir. Çünki artıq 140 səhvlərimsə 140%lik bir gömrük rüsumu var dostlar. Yəni ithal və ixrac olunan mallara. Çin tərəfindən də az çox eyni, səhv etmirəmsə 104% idi Çin tərəfində və yaxud eynidir. Orada da ithal və ixrac olunan mallara belə bir gömrük rüsumu var. Daha doğrusu ithal olunan mallara gömrük rüsumu var. Bu gömrük rüsumları təbii içində bir çox müəssisəyə ziyandır. Həmçinin Amerikada, ABŞ-da bir çox müəssisə buna şikayətlənir. ABŞ-ın həmçinin məqsədi odur ki, yerli istehsalı artırsın dostlar. Bir məqsəd də budur. Ona görə də ümumi olaraq dünya iqtisadiyyatına pis təsir elədi bunlar. Həmçinin kriptovalyutaya da pis təsir etdi və kriptovalyutada Bitcoin 84.000 dollar həddindədir dostlar. İndi əsas məsələyə gələk dostlar. Biz investorlar olaraq, traderlər olaraq indiki vəziyyətdə nə etməliyik dostlar? İnvestorlar olaraq dostlar, hal-hazırdakı vəziyyət kriptovalyuta alışı üçün yaxşı vəziyyətdir dostlar. Gördüyünüz kimi XRP 2 dollar 15 sent səviyyəsində, Bitcoin 84.000 səviyyəsində, Ethereum 1689 dollar səviyyəsində, həmçinin Solana, BNB, Tron, yəni bunlar alış səviyyəsində, demək olar alış səviyyəsində dostlar. Yenə də təxmini 4-5 gün əvvəl daha aşağı idi. Məsələn, Tron 20 sent idi, Solana 100 dollar, Ethereum isə 1500 neçə dollarlar ərəfəsində idi. Həmçinin daha doğrusu civarlarındaydı. Həmçinin XRP də 2 dollardan aşağıdaydı dostlar. Səhv etmirəmsə 1 dollar 80 neçə sent arasında dəyişirdi dostlar. Yəni o səviyyələrdə alış çox yaxşı olardı. Bunu edə bilmədiksə problem yoxdur. İndiki
səviyyələrdə də dostlar alışlar etmək mümkündür. Sizə məsləhətim budur ki, dostlar, iyuna qədər mərhələli şəkildə alış edəcəksinizsə əgər, iyuna qədər edə bilərsiniz dostlar. Çünki düzdür, indiki səviyyələr aşağıdır və heç kim deyə bilməz ki, bu səviyyələrdən düşməyəcək. Təbii düşə bilər, azca düşə bilər, amma hal-hazırdakı səviyyələr, yəni Bitcoin, Ethereum, XRP, Solana və Tron səviyyələri alış üçün, mərhələli alış üçün yaxşı bir yerdədir dostlar. Bu kriptovalyutaların alışını münasib görürəm dostlar, amma təkcə bu saydığım kriptovalyutalar, niyə bu saydığımı deyirəm? Çünki bunlar deməli ekosistem kriptovalyutalardır, yəni blockchain olan kriptovalyutalardır və bu kriptovalyutaların dəyərləri yüksəkdir və digərləri kimi yüksək riskli deyil dostlar. Tron, Solana, BNB, XRP, Ethereum və Bitcoin. Bu kriptovalyutaları hər dəfə mərhələli şəkildə, məsələn, hər ay tutaq ki, mərhələli şəkildə alış etmək çox yaxşıdır və Litecoin-də yaddan çıxarmayaq. Litecoin-də böyük kripto, həmçinin BGB dostlar. Bitget kripto birjasının Bitget kripto birjasının öz coinidir dostlar, öz kriptovalyutasıdır. Həmçinin airdrop və megadroplarda da iştirak etmək olur BGB alaraq. Həmçinin BGB çox yaxşı kriptovalyutadır dostlar. Təxmini 1 il içində 1 dollardan 4 dollara qalxmış, hətta 4 dollara da yox, 8 dollara qədər qalxmış bir kriptovalyutadır. Hal-hazırda gördüyünüz kimi bazarın bu pis vəziyyətinə baxmayaraq 4 dollar səviyyəsində qoruyub saxlaya bilir öz qiymətini. BGB-də ala bilərsiniz dostlar həmçinin. Həmçinin Aptos da ala bilərsiniz dostlar. Aptos da öz blockchain olan sistemdir. Yəni bu adlarını çəkdiklərimi almaq təhlükəsizdir dostlar. Nəinki memcoinlər və yaxud digər yeni çıxan kriptovalyutalar dostlar. Sizə gəlin bir dünən olmuş bir hadisəni göstərim dostlar, əgər baxmamısınızsa. Mantra Om kriptovalyutası gördüyünüz kimi 7 milyardlıq dostlar, 7 milyardlıq bir market capdən, yəni bazar dəyərinə indi burada 6 milyard göstərir, amma 7 milyard olub bundan əvvəlki səviyyələri. Yəni demək olar maksimum səviyyəsi. Təxmini ortalama götürək, tutaq ki 6,5 milyard dollar bazar dəyəri səviyyəsindən dostlar 700 milyonluq bazar dəyərinə bir çöküş yaşadı dünən. Bu Luna hadisəsinə oxşar bir hadisə oldu. Niyə oldu dostlar? Bunun səbəbini açıqlayaq. İlk öncə OM kriptovalyuta birjası, daha doğrusu kriptovalyutası, yəni bir çox birjalarda listing edilə, bir çox yatırımlar ala 7 dollar səviyyəsinə gəlmişdi dostlar. Amma sonunda nə oldu? Deməli, bu kriptovalyutanın komandasının etdiyi səhvlər ucbatından, yəni ilk öncə arzı, yəni ümumi miqdarı qaldırdılar dostlar. Səhv etmirəmsə 700 milyon idi, 1,8 milyarda qaldırdılar bu səviyyəni. Sonradan isə özlərinin də bu miqdar qaldırmasından sonra toplu satışları dostlar, market makerlərin toplu satışları, bu kriptovalyuta market makerlərinin toplu satışları nəticəsində, milyonlarla satışlar nəticəsində dostlar, bu kriptovalyutanı çökdürdülər dostlar. Yəni bu kriptovalyutanın investorlarda böyük zərərlərə düşdü dostlar. Ona görə sizlərə yəni hal-hazırda deyirəm ki, yəni bu adlarını çəkdiyim kriptovalyutaları məsləhət görürəm ki, dostlar, bunların arxasında iri şirkətlər və dövlətlər dayanır. Nəinki gördüyünüz ki, bu Mantra, yəni OM kriptovalyutası və yaxud başqa digər yeni çıxmış memcoinləri, məsələn Mubarak falan memcoinləri, yəni bunlar sadəcə dostlar birjalara pul qazanmaq üçün çıxarılmış bir şeylərdir. Yəni bir iri komandalar sayəsində, yəni insanlardan, ictimaiyyətdən pul toplamış komandalar sayəsində birjalara çıxırlar və pul qazanmaq üçün, məqsəd pul qazanmaqdır dostlar. Blockchain-i inkişaf etdirmək deyil. Ona görə də bu kriptovalyutaların hal-hazırda əksəriyyəti çökürlər və Binance birjası demək olar ayda 5-10 kriptovalyutanı delist edir dostlar. Ona görə də sizə məsləhətim yalnız
arxasında şirkət və ümumiyyətlə hökumətlər duran kriptovalyutaları, yəni adlarını çəkdiklərim kriptovalyutaları alıb toplamaq və gələcəkdə, yəni 5-10 il, 15 il, 20 il ərzində saxlamaq mümkündür dostlar o kriptovalyutalar. Çünki o kriptovalyutalar çox etibarlıdır bunlara nisbətən. Hətta bütün bazara nisbətən. Gördünüz ki, bu mantra, yəni ərəb yatırımçılarla, ərəb investorlarla deməli müqavilələr bağlaya-bağlaya 7 dollar səviyyəsinə gəlmişdi. Lakin komandanın etdiyi bir səhv də deməyə bəlkə ola bilər bunu bilərəkdən ediblər. Yəni nəzarətsizlik deyək dostlar. Belə kriptovalyutaların arxasında sadəcə komandalar dayandığına görə istənilən an bu kriptovalyutaları tərk edə bilirlər, sata bilirlər, öz mallarını sadə investorların, treyderlərin üstünə atıb gedə bilirlər dostlar. Ona görə də hal-hazırdakı bazardakı bu etibarsız vəziyyətə görə dostlar, etibarlı kriptovalyutalar almaq daha məsləhətlidir. Yəni iri kriptovalyutalar almaq, Bitcoin, Ethereum, BNB, Tron, BCB, yenə də o BCB birjasına görə deyirəm dostlar. Yəni bu kimi kriptovalyutaları almaq daha məsləhətlidir. Gəlin səhim bazarına keçək dostlar. Səhim bazarına bir nəzər salaq. Bu video biraz uzun olacaq dostlar, çünki çoxdandır video çəkmirəm. Ona görə də ümumi video çəkmək istədim dostlar. Səhim bazarına nəzər salaq dostlar. Deməli, səhim bazarına nəzər salaq. Bugünkü səhim bazarında da yenə də demək olar əksər şirkəti analiz edəcəyik. Təbii bu gömrük rüsumlarına görə bir çox şirkət də dəyər itirdi. Gördüyünüz kimi Tesla 500 dollara yaxın qiymət artış etmişdi, lakin 252 dollara düşüb. Walmart-ı hesab eləmirəm dostlar. Bunlar elə də rol oynamır. Yəni iqtisadi nəzəriyyələr elə də bu balaca şirkətlərə rol oynamır. Həmçinin dostlar Nvidia şirkəti. Dostlar bu Nvidia 88 dollara düşmüşdü. Yaxşı alış vəziyyətində idi. Ümid edirəm almısınız o səviyyələrdən. O səviyyə tam alış səviyyəsi idi dostlar. Yəni indiki səviyyə də təxmini olaraq alış səviyyəsinə uyğundur. İndi də ala bilərsiniz mərhələli şəkildə. Yenə də deyirəm 88 dollar isə tam mükəmməl alış səviyyəsi idi dostlar. Həmçinin Apple dostlar. Apple-ı da almaq hal-hazırda məsləhətdir dostlar. 250 dollarlara kimi qalxmışdı, hal-hazırda 198-ə düşüb. Hətta daha aşağı düşmüşdü, biraz qalxıb. Broadcom Inc. şirkətini almaq, hal-hazırda səhmlərini yavaşdan toplamaq olar dostlar. Hal-hazırda yaxşıdır. Yəni alış səviyyələrindədir. Həmçinin Tayvanın TSM şirkətini dostlar yavaşdan alış etmək sərfəli olar dostlar. Ümumi baxsaq dostlar, demək olar bir çox səhmlər aşağı dərəcədir. Hətta elə oldu ki dostlar, yəni 2-3 gün, hətta 4 gün dalbadal bir-birinin ardınca birjalar, dünya birjaları, yəni fərqli ölkələrdə New York birjası olsun və yaxud Tokyo birjası və başqa Fransada və başqa ölkələrdəki bir çox birjalar mənfi ilə açıldı. Hindistanda mənfi ilə açıldı dostlar, ən aşağı səviyyələrini gördülər. Bu səviyyələr dostlar alış etmək üçün həqiqətən çox yaxşı səviyyələrdir və hətta bu deməli Nvidia-nın 88 dollardan bir gün içində 117 dollara, 115 dollara qalxış günündə dostlar Trumpın bir videosu da var idi ki, dostlarına belə bir yazı ilə paylaşılmışdı. Dostlarına nə qədər pul qazandırıb dostlar, milyonlarla pul qazandırdı bir günün içində. Yəni dostlar bu fürsətləri dəyərləndirək çalışaq, bu səviyyələrdən alışlar edək. Yenə də yatırım etmək dostlar sizin qərarınızdır. Bu öz yerində. Lakin məsləhətlər verə bilərəm dostlar ki, sizə bu böyük şirkətləri almaq çox sərfəlidir indiki qiymətlərdən. Qiyməti siz təyin edin, lakin mən bunu deyə bilərəm ki, hal-hazırdakı qiymətlər mərhələli alış üçün uyğun qiymətlərdir dostlar. Mərhələli alış deyəndə onu nəzərdə tuturam ki, məsələn 110 dollarda tutaq ki, qiyməti bir hadisə baş verdi, müharibə oldu, yeni bir müharibədən söhbət gedir və yaxud hansısa bir Trump bir qərar, pis qərar imzaladı, yəni bazara pis təsir edəcək qərardan söhbət gedir.
Nvidia düşdü 100 dollara, 100 dollardan da bir alış etmə, düşdü 80 dollar, 80 dollardan da bir alış etmə. Bununla qiyməti sabitləmək mümkündür dostlar. Təbii Nvidia kimi böyük bir şirkət batan deyil dostlar. Yəni belə bir şey mümkün olsa, deməli, yəni dünyanın bir çox şirkətləri ilk olaraq batmalıdır ki, yəni iqtisadi vəziyyət o qədər böhran səviyyəsində olmalıdır ki, 3-cü Dünya müharibəsi səviyyəsində bir iqtisadi böhran və yaxud dünyanın vəziyyəti olmalıdır ki, sosial-iqtisadi vəziyyəti olmalı, bərbad gündə olmalıdır ki, bu Nvidia kimi, Microsoft kimi, Apple kimi şirkətlər çöküşə doğru getsin. Yəni indiki qiymətlər almaq üçün sərfəli qiymətlərdir. Bugünlük bu qədər dostlar. Bugünkü video bu qədər oldu. Ümid edirəm faydalı oldu sizlərə. Kanala dəstək olmaq üçün abunə ola bilərsiniz. Videomu bəyənsəniz like edə bilərsiniz. Və video fikirləri də əgər hansı videoları çəkməyimi istəyirsinizsə, yəni nə haqqında çəkməyimi istəyirsinizsə, onu şərhlər bölümündən qeyd edə bilərsiniz. Sağ olun, salamat qalın. Gələn videoda görüşənədək.